Sazır qəsəbəsinin əla bir yerində, Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində sizlərə 3 mərtəbə, 4 otaqlı, sərbəst şəkildə həyətyanı sahəsinə və evin qaraj sahəsinə bir neçə avtomobil daxil etmək mümkündür. Həyətyanı sahə qranit daşlarla örtülüb, kanalizasiyanın drenajlarına kimi çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Sayğacların hamısı quraşdırılıb, tam təchizat, dəyərli dostlarımız. İstənilən vaxt, istənilən asan xidmət və notaj mərkəzlərində alqı-satqı etmək mümkündür. Kombi aparatı bağlanılıb, otaqların radiator sistemləri bağlanılıb, tamamilə hazır bir vəziyyətdədir. Mərtəbələr arası monolit betondur. Hər mərtəbə, tikintinin sonu da monolit betonla üzlənib, dəyərli dostlarımız. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz, dəyərli izləyicilərimiz. Kolon vasitəsilə monolit betonlar atılıb. Padval sahəsini sizlərə təqdim etdim. Burada pilləkənlər altı kladovka sahəsidir. Ehtiyac su çəni, nasosu, kombi aparatı, hər bir şey quraşdırılıb, tamamilə hazır bir vəziyyətdə. Mərkəzi giriş qapısıdır, su sayğacının yeri burada nəzərdə tutulub. İşıqla qaz evin, darvazanın ön tərəfindədir. Evin ümumi fasadı ilə sizləri tanış edirəm. Birinci mərtəbəyə qalxan beton pilləkənlər ağlay daşlarla örtülüb, tutacaqlarına kimi vurulub, tamamilə hazır bir vəziyyətdədir. Qeyd edim ki, dəyərli dostlarımız, birinci mərtəbə ümumilikdə istipolla təchiz olunub, çıraqları bağlanılıb, ikinci mərtəbəyə qalxan pilləkən sahəsidir və dəyərli dostlarımız evin internet xəttinə kimi tamamilə çəkilib hazır bir vəziyyətdədir. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur, tam təchizatdır, bütün aksesuarlarına kimi quraşdırılıb. Videonun daxilində təqdim edəcəm. Birinci mərtəbəyə məxsus olan qonaq otağıdır, çıraqları bağlanılıb, spot lampalar bağlanılıb, tül pərdələr vurulub. Twistentin xəttinə kimi də çəkilib. Ümumilikdə birinci mərtəbə istipoldur. Evin mətbəx sahəsidir, mətbəx mebelinə kimi yığılıb, tamamilə hazır bir vəziyyətdə. Pəncərələrin qarşısını heç bir maneə tutmur, sərbəst şəkildə açıq bir vəziyyətdədir. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaqdır, tam təchizat, gözəl bir dizayn edilmiş sanitar qovşaq sahəsi var. Pilləkənlər altı kladovka və istipolun kollektori burada nəzərdə tutulub. Hal-hazırda köç yaşa sizlərə bir mülk təqdim edirik. Keçək ikinci mərtəbə ilə də sizləri tanış edin. Çox böyük və enli pilləkən sahəsi var. Əl tutacaqlarına kimi möhkəm quraşdırılıb. 3 yataq otağı yuxarıda, bir sanitar qovşaq yerləşir. 143 min manata real müştərilərə endirim də nəzərdə tutulub. Buradan dəhlizdən tavana keçid etmək də mümkündür. İkinci mərtəbəyə məxsus olan sanitar qovşaq bütün aksesuarlarına kimi yığılıb, tamamilə hazır vəziyyətdədir. İkinci mərtəbəyə məxsus birinci yataq otağı, böyük kvadratlara məxsus yataq otaqları var. Masazır qəsəbəsində yerləşir Yeni Bakı yaşayış kompleksinin tam arxasında ideal geniş bir məhəllədə yerləşir. Bu yataq otağından eyvana keçid etmək də mümkündür. Yataq otaqlarında TV xəttin yerlərinə kimi çəkilib hazır bir vəziyyətdə. Sonuncu yataq otağı ilə də sizləri tanış edirəm. 143 min manata kupçalı, ipotekaya yararlı sizlərə mülk təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın.